Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Meyxanaçı Akşin Fatih, Manav Ağayevin canlı yayımda onun haqqında səsləndirdiyi sözlərə etiraz edib onların arasındakı qalmaqal daha da alovlanıb. Akşin Fatih'in Manav Ağayevə olan cavabını sizlərə təqdim edirik. Ben bu günler dedim ki, mənə heç kim sataşmasın, ilişməsin. Bu günlər Manav Ağayev yenə çıxıb deyir ki, Akşinə Şahnaz Muğamı oxutdurasın. Sən mənə Şahnaz Muğamı oxutdursan, mən sənə səhərə qədər Əruz bəhrində meyxana dizizlərəm Manav. Yaşım, başım var, sənətim var, hörmətlə yanaşdım dediklər və biraz gözlədim. Bu sənin bugün verilişdə başından yuxarı danışdığın sözün cavabıdır ki, sən ictimaiyyətli cəmaata danışdın. Sən heç nə bilmədən. Və qaldı ki, mənlə Manavın işi olmağına işi olacaq. Biraz da indi başqa tərzdə danışmaq istəyir. Mən də götürdüm, zəng elədim Manavı. Yəni, bu efirdə filanda qalmaqala gündəmə çevirməyə ehtiyac yoxdur. Zəng elədim, dedim ki, Manav, nə məsələdir? Nə işin var mənimlə? Dedim, orada niyə elə danışmısan? Dedi ki, mənə Tolikin verilişinin görüntüsünü montajörlər İsa'nın vasitəsilə gətirib, kəsib doğrayıb belə göstəriblər. Ki, mən də elə danışmışam. Yəni ki, yanlış anlaşılma olub, belə dedim. Mən də dedim ki, yaxşı Manav, mən telefonda bu şeyləri danışan adam deyiləm. Sabahlar görüşər, yüz-yüzə söhbət edərik. Bu məsələni bir də kimsə, nə efirdə, nə aparıcı, nə sənət dostları, heç kim hallandırıb müzakirə eləməsin. Mən sabahlar Manavla kişi oturub yüz-yüzə söhbət edəcəyik. Kiminsə video montajına, kiminsə tırkasına, kiminsə gündəm tutmağına getmək lazım deyildi.